Salamlar, vaxtınız xeyir olsun. Gəlin bugün ingilis dilində, kitab dilində deyil, daha təbii səslənən cümlələrlə fikirlərimizi ifadə edək. Elə cümlələr var ki, biz onları bilirik, səhv deyil, amma real həyatda daha fərqli səslənir, daha fərqli ifadə olunur. O cümlələrin bir qisminə diqqət yetirək. Məsələn, calm down, sakit ol mənasını verir. Calm down, everything will be fine, hər şey yaxşı olacaq cümləsini take it easy ilə əvəzləyə bilərik ki, bu daha səlis səslənir. Real həyatda bu ifadədən istifadə olunur. Məsələn, take it easy, we have got plenty of time. Rahat ol, sakit ol, bizim çox vaxtımız var. Və yaxud digər cümləmiz come here, eyni mənanı verən come over ilə ifadə edə bilərik ki, məktəb dərsliklərində, məqalələrdə biz come here, bura gəl sözünü öyrənmişdik, amma come over daha təbii səslənir. Məsələn, come over later, we'll order pizza. Bura gəl, daha sonra bura gəl, biz pizza sifariş edəcəyik. Bu mənada digər cümləmiz be careful, ehtiyatlı ol, diqqətli ol mənasında. Bunu real həyatda watch out deyilir. Bunu biz belə bir cümlə ilə ifadə edə bilərik. Watch out that car isn't stopping. Yəni diqqətli ol, ehtiyatlı ol, maşın dayanmır. Yəni gedir mənasında. Wait a minute, gözlə mənasında hold on deyilir real həyatda. Əgər biz bunu bu cür öyrənmişdiksə, indi real həyatda bununla qarşılaşmaya bilərik. Yəni hold on dediyi halda kimsə sizə desə, yəni çaşmayın, o gözlə mənasını deməli ifadə edir. Hold on, I'll be right there. Yəni gözlə, mən indi orada olacağam mənasındadır. Və növbəti cümləmiz good morning, ən çox istifadə olunan bizim bildiyimiz sabahınız xeyir mənasında. Sadəcə olaraq morning işlətsəniz səhv deyil və əksinə daha təbii səslənər. Morning, did you sleep? Okay, sən yaxşı yatmısan, sabahın xeyir, sən yaxşı yatmısan mənasındadır. Bu qədər düşünürəm ki, sizin üçün də maraqlı oldu. Əgər maraqlı oldusa, ingilis dili öyrənən dostlarınızla paylaşmağı unutmayın. Növbəti dərslərimizdə görüşmək, sağ olun.